Birinci mühitimiz gəlir metallar. Metallarda elektrik cəryanı. Metallar elektrik keçiriciliyinə görə çox yaxşı keçiricidirlər. Yəni elektrik cəryanını çox yaxşı keçirdirlər. Metallarda elektrik cəryanını təmin edən zərrəciklər sərbəst elektronlardır. Sərbəst elektronlar kristal qəfəsin düyün nöqtələrində hərəkət edərək potensialın artması istiqamətində hərəkət alıb cəryanın yaranmasına təsir edirlər. Deməli, metallarda elektrik cəryanının yaranmasına səbəb sərbəst elektronlardır. Baxın, belə bir şeydir. Metal naqilin bir hissəsidir. Bura potensiallar fərqini qeyd edirik. Biri müsbət, biri mənfi. Cəryan biz bilməliyik ki, cəryan potensialın çoxdan aza doğru gedir. Və burada elektronlar var və elektronları mən indi burada göstərəcəm. Sərbəst elektronlar nizamlı hərəkət edərək elektrik cəryanını təmin edirlər. Və bu sərbəst elektronlar yolda gedərkən kristal qəfəsin düyün nöqtələri ilə toqquşur. Kristal qəfəsin düyün nöqtələrindəki ionlarla nə edir? Toqquşur. Nəticədə müqavimət yaranır. Testdə bir dənə sual var. 2010-cu ildə qəbula da düşübdü. Sual belədir. Deyir ki, klassik elektron nəzəriyyəsinə görə metal naqilin müqavimətinin yaranmasına səbəb nədir? Siz cavab olaraq orada qeyd etməlisiniz ki, metal naqilin müqavimətinin yaranmasına səbəb elektronların kristal qəfəsin düyün nöqtələrindəki ionlar ilə nə etməsidir? Toqquşmasıdır. Toqquşanda o ionların rəqsi hərəkət amplitudasız genişlənir. Elektronun buradan gəlib keçərkən ilişməsinə daha çox şərait yaradır. Elektron o rəqsi hərəkətə ilişdiyin üçün müqavimət yaranır. Metalları qızdırdıqda onların müqaviməti artır. Təkrar eləyirəm. Metal naqilləri qızdırdıqda onların müqavimətləri artır. Metalların müqaviməti temperaturdan xətti qanunla artır. Belədir düstur. Deməli, R bərabər olacaq. R0 bir üstə gəlinsin alfa, delta, T olacaq. Delta böyük T-də yaza bilərsiniz, delta kiçik T-də yaza bilərsiniz. Çünki biz demişdik ki, delta T, delta böyük T-yə nədir? Bərabərdir. Həmçinin xüsusi müqaviməti də belədir. Yəni, rho bərabərdir. Rho 0, 1 plus alfa, delta T. Və bu qrafikləri biz grafikini çəksək bu dediklərimizin müəyyən bir qiymətdən başlayacaq artmağa. Hansı qiymətdir o qiymət? Təbii ki, R0 qiymətidir. İndi mən sizə R0 qiymətinin nə olduğunu deyəcəm. Metalların müqaviməti bax bu şəkildə artacaqdır. Demək ki, bu metallar üçün temperatur əmsalı e, sıfırdan böyükdür. Yəni alfa mütənasiblik əmsalıdır. İndi biz burada buna temperatur əmsalı deyəcəyik. O deməli nədən asılıdır? O deməli sıfırdan böyükdür. Bu R0 var ha, başlanğıc müqaviməti yox. 0 dərəcəyə uyğun müqavimət hesab olunur. Deməli R0 və ya ρ0 naqilin 0 dərəcə Selsidəki müqavimətidir. 0 dərəcə Selsidəki nə idi? Müqavimətidir və ya xüsusi müqavimətidir. İndi metal naqili qızdırdıqda müqavimət artdığına görə, yəni temperatur artdıqca metal naqilin müqaviməti artdığına görə, Ohm qanununa görə I bərabər U böl R-ə görə əgər R artırsa I azalacaq. Onda I yerdən tərs asılı olacaq. Amma necə tərs asılı olacaq? Müəyyən bir qiymətdən tərs asılı olacaq. Çünki R0 1 plus alfa delta T deyilmi? Bax bu belə asılı olacaq. Baxın. İ'nin T'dən asılılığı 2023-cü ildə mənim iki şagirdim bal aldı. 29,3 nəticə göstərdi qəbul imtahanında. Fazil və Zəhra. Onlar bu qrafiki belə çəkdikləri üçün bal kəsmişdi. Yox, üzr istəyirəm, belə yox. Xətti qanundan azaltma götürdükləri üçün bal kəsilmişdi onlarda.
Niyə xətti qanundan götürmüşdülər? Bax bu düstura görə. Bir şeyi unutmuşdular ki, bu məxrəcdədir. Məxrəcdə nə olur olsun tərs asılı olur. Müəyyən qiymətdən niyə başlayır? Çünki temperatur sıfır olsa belə naqilin müəyyən R0 qiyməti var axı. Ona görə o müəyyən bax buradan başlamalıdır. Bu qanundan artmalıdır belə. Deməli, temperatur artdıqca metal naqil qoşulmuş dövrədə ampermetrin göstərişi azalacaq. Ampermetrin göstərişi azalacaq. Metallar Ohm qanuna tabedirlər. Metallar üçün Ohm qanunu ödənilir. Ohm qanunu ödənilmək nə deməkdir? İUdan əgər xəttə asılıdırsa, ona Ohm qanunu ödənilir deyilir. Yəni I bərabərdir U böl R-ə görə biz bu düstura görə baxıb görərik ki, I ilə U düz asıdır. Ya da U ilə I düz asıdır. Gəlin I ilə U yazaq. Hə, I ilə U düz asıdır. Bu arada i-nin u-dan asığına vaxt deyirlər. Vaxt. Vaxt nə deməkdir? Volt amper xarakteristikası. Volt amper xarakteristikası. Ona vaxt deyirlər şagirdlər. Metallar üçün volt amper xarakteristikası ödənilir. Yəni i-u-dan düz asıdsa ona deyirlər ohm qanuna tabidir. Əyri olsa qrafik ona deyirlər tabi deyil. Belə. Bunlar metallara olan xas xüsusiyyətlərdir. Bir dənə də cümlə qeyd edeyim ora ki, metallar üçün əsas yük daşıyıcılar sərbəst elektronlardır. Bunu cümlə olaraq yazaq ki, metallarda metallarda əsas yük daşıyıcılar sərbəst elektronlardır. Sərbəst elektronlardır. Bax belə. Burada demək istədiyim hər şeyi dedim. Bəzi şey sözdən yox, şifahi olaraq dedim. Yəqin ki, dərsdən sonra bunu yenə YouTube-a yerləşdirəcəm. Oradan sözləri də qeyd eləyə bilərsiniz dəftərinizə. Hə, metallar dedik ki, elektrik cərəyanını yaxşı keçirirlər. Metallardan daha yaxşı keçirən naqillər də var. Onlara deyirlər ifrat keçiricilər. İfrat keçiricilər. İfrat keçiricilərdə baş verən hadisəyə ifrat keçiricilik hadisəsi deyirlər. İfrat keçiricilik nədir? Onu mən sizə izah eləyəcəm. Müəyyən temperaturda metal naqilin müqavimətinin azalaraq sıfıra düşməsi hadisəsinə ifrat keçiricilik deyirik. Ta ki bu rhodur, bu da T'dir. Bax, müqavimət azala-azala gəlir. Müəyyən bir, indi test toplusuna nətərsə biz də elə verməliyik. Müqavimət baxın azala-azala gəlir. Bax, müəyyən bir temperatura çatanda ona böhran temperaturu deyirlər. Müqaviməti, xüsusi müqaviməti sıfır olur. Yəni metal naqilin müqavimətinin itmə hadisəsidir. Müqavimətin itmə hadisəsidir. Türklər buna super ilətkən deyir. İlətkən keçirici deməkdir. Yəni super keçiricilər deyilir. Aha. Bunları bildik. Demək ki, ifrat keçiricilərdən cəryan keçərkən istilik müqavimət olmadığına görə istilik miqdarı ayrılmır. Deməli, ifrat keçiricilərdən elektrik cəryanı keçərkən istilik ayrılmır. Çünki R təxmini sıfıra yaxınlaşır, hətta sıfır olur. Q bərabər I kvadratı RT-yə görə əgər R sıfırdırsa, Q də sıfır olur. Ona görə istilik təsirinə görə ifrat keçiriciləri müəyyən etmək olmur. İstilik təsirinə görə ifrat keçiriciləri müəyyən etmək olmur. Burada mən sizə R plus 1 plus alfa T'dən danışdım. Amma orada alfanın nə olduğundan danışmadım. Burada alfa müqavimətin temperatur əmsalı adlanır. Buraya yazırıq ki, alfa müqavimətin
müqavimətin temperatur əmsalı adlanır. Temperatur əmsalıdır. Və biz buradan tapsaq, alfa bərabər olacaq. R çıxılsın R0 və R0 vur delta T. Və ya alfa bərabərdir. Rho çıxılsın rho 0 və ya rho 0 vur delta T. Böyük T-də yaza bilərsiniz, kiçik T-də yaza bilərsiniz. Vahidi isə olacaq o 1 bölünsün Kelvin və ya Kelvin üstü mənfi 1. Bax belə, əziz şagirdlər, metallar haqqında bu qədər. Gələn dərsdə isə sizə mən elektrolitlərdə elektrik cəryanı və digər mühitlərdə elektrik cəryanını izah edəcəm. Dim topludan birinci başlığı işləyərsiniz. Sağ olun, gecəniz xeyrə qalsın.